Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzü Azərbaycan xalqının 20-ci əsrdə dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri olan nüfuzlu dövlət xadimi, istedadlı şair, yazıcı, dramaturq və xalqını sonsuz bir məhəbbətlə sevən alovlu vətənpərvər Şıxəli Qurbanova həsr etmişik. Şıxəli Qurbanov öz adını xalqımızın tarixinə Novruz bayramını ilk dəfə dövlət səviyyəsində rəsmi şəkildə qeyd olunmasına nail olan mübariz bir insan kimi qızıl əhvərlə yazdırmışdır. O bu istəyinə, arzusuna çatmaq üçün uzun illər çalışmış, mübarizə aparmışdır. O zamanlar Azərbaycan Sovetlər Birliyi tərkibində idi və xalqımızın bu qədim və gözəl bayramı dini don geydirilərək qadağan edilmişdir. Odur ki, Şıxəli Qurbanov Moskvaya Novruz bayramının tarixi, dinlə heç bir əlaqəsi olmaması haqqında 22 səhifəlik məktub yazır və Moskvanı inandıraraq bayramın keçirilməsinə rəsmi icazə alır. Bayram ilk dəfə 1967-ci ilin martında ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Odlar yurdunda qalanan Novruz tonqalları qara əllərin, qara yerlərin söndürdüyü milli şuur ocaqlarını yenidən alovlandırdı. Həmin gün bütün insanlar oyanmışdı, kim olduğunu dərk etmişdi. Milli şuurun, xalqın oyanması isə imperiya qüvvələrinə sərf eləmirdi. Şıxəli Qurbanovun həmin ilin 24 mayında qəfil və müəmmalı ölümü bu bayramın sonraki illər keçirilməsinə son qoydu. Novruz bayramı bir də dövlət səviyyəsində Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra keçirilməyə başlanıldı. Bəs Şıxəli Qurbanov kim idi? Gəlin xalqımızın bu görkəmli oğlunu yaxından tanıyaq. Şıxəli Qurbanov 1925-ci ilin 16 avqustunda Bakıda anadan olmuşdur. Atası Qurbanəli kişi Kürdəxanıdan, anası Zəhra xanım isə Novxanıdan idi. Hər iki valideyni savadlı, ziyalı idilər. Atası Respublika əhalisinin ilk dəfə pasportlaşmasında fəal iştirak etmişdi. Hərbiçi idi. Anası ərəb dilini mükəmməl bilirdi. Dini təhsil almışdı. Məşhur din xadimi olan Axund Məmmədəlinin qızı idi. 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən gənc Şıxəli könüllü olaraq cəbhəyə yollanır. O, Baltik donanmasında xidmət edir. Sonralar Snayper məktəbini və Frunze adına Ali Hərbi Dənizçilik məktəbində təhsil alır. Müharibəni kapitan rütbəsində başa vurur. Ordudan tərxis olunandan sonra müxtəlif vəzifələrdə, o cümlədən hazırki Səbail rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan MK-nın şöbə müdürü və katibi işləyir. Şıxəli Qurbanovun ədəbiyyata çox böyük həvəsi var idi. O, hələ 12 yaşında ikən yazdığı və çap olunmuş Hərbə Hazıram adlı şeirində faşizmə nifrətini belə yazırdı. Qələmi əlimə alıb yazıram, azğın faşistlərə qəbir qazıram. Qoy mənim şeirimin hər dəmir bəndi faşist dünyasına salsın burulğan. Şıxəli Qurbanovun ilk nəsr əsəri Telefon Zəngləri hekayəsi olmuşdur. O, əcəb işə düşdük, özümüz bilərik, olmadı elə, oldu belə, milyonçunun dilənçi oğlu kimi əsərlərində əl əyriləri, bürokratiyanı, fırıldaqçılığı ifşa edirdi. Onun Sənsiz piyesi dövrünün bir çox mükafatlarına layiq görülmüş və akademik dram teatrında səhnəyə qoyulmuşdur. Şıxəli Qurbanov xoşbəxt ailə başçısı idi. Ömürgün yoldaşı Xavər xanımla birlikdə 3 övlad, oğlu İlqarı, qızları Gülnarə və Nigarı böyütmüş, böyüdüb boya başa çatdırmışlar. Moskva Dövlət Universitetini bitirən Xavər xanım son dərəcə keşməkeşli bir həyat yaşamışdır. Belə ki, o 1948-ci il Aşqabad zəlzələsində bir gündə ailəsinin 8 üzvünü itirmişdir. İndi də gəlin Zaqatalada Şıxəli Qurbanovla bağlı xatirələrdən söz açaq. Görkəmli dövlət xadimi olan Şıxəli Qurbanov 3 dəfə Zaqatalaya səfər etmişdir. Bu səfərlərin birində o, Respublika Sosializm yarışının qalibi olan Zaqatala baramaçılarına keçici bayrağı təqdim etmişdir. Görkəmli dövlət xadiminin xatirəsi rayonumuzda həmişə əziz tutulmuş,
və onun xatirəsini əbədiləşdirmək üçün xeyli işlər görülmüşdür. Belə ki, 1967-ci ildə Zaqatala rayon partiya komitəsinin birinci katibi Nazir Əhmədovun təşəbbüsü ilə şəhər 3 nömrəli orta məktəbinə onun adı verilmişdir. 1989-1992-ci illərdə Zaqatala şəhər sovetinin sədri olmuş Cücü Yaliyevin təşəbbüsü ilə şəhərimizin bir küçəsinə Şəxali Qurbanovun adı verilmişdir. 1992-ci ildə görkəmli dövlət xadiminin büstünün açılışı olmuşdur. Əziz izləyicilərim, sizə təqdim olunan bu tarixi foto Şəxali Qurbanovun övladları oğlu İlqar müəllim və qızı Gülnara xanım Zaqatalada qonaq olarkən çəkilmişdir. Fotoda həmçinin rayonumuzun nüfuzlu rəhbər işçiləri İrfan Əfəndiyev, Cücü Yaliyev və Şəxali Qurbanov adına Zaqatala şəhər 3 saylı orta məktəbinin direktoru Məmməd Osmanov təsvir edilmişdir. Şəxali Qurbanovun əziz xatirəsi Novruz bayramını ilk dəfə rəsmi olaraq qeyd etdirən görkəmli dövlət xadimi kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Fikrimizi şair Məstan Günər'in aşağıdakı misraları ilə tamamlayırıq. Bu gözəl günləri seyr eləsən də, yurduma gələcək təzə nəsillər, Novruz bayramına bahar gələndə, işğali günləri deyəcək ellər. Diqqətinizə görə çox sağ olun. Yeni videolarla anındaca tanış olmaq üçün kanalımıza abunə yazılmağınızı xahiş edirəm.